Biz yer kürəsini günəşsiz təsəvvür edə bilmərik. Çünki uşaqlar günəş yer kürəsini işıqlandırmaqla yanaşı ona böyük miqdarda enerji verir. Yer səthinə düşən günəş enerjisinin ümumi miqdarı yerdə olan bütün neft, qaz, kömür və digər yanacaq növlərinin ümumi miqdarından çoxdur. Təsəvvür edin ki, yerə düşən günəş enerjisinin təqribən 0,10-125%-dən biz istifadə etməklə bugünkü dünya energetikasının bütün tələbatını təmin edə bilərik. Günəş enerjisinin üstünlüyü ondan ibarətdir ki, biz bu enerjiden istifadə edərkən havada çirklənmə yaratmırıq. Amma eyni zamanda günəş enerjisində də bir çatışmazlıq var. Bu uşaqlar atmosferin vəziyyətindən, eyni zamanda günün və ilin vaxtından asılıdır. Günəş enerjisindən əsasən iki cür istifadə olunur. Hal-hazırda siz görürsünüz, biz məişətdə müxtəlif mayelərdən istifadə edirik. Məsələn, isti sudan istifadə etmək üçün biz müxtəlif növ yanacaqlardan istifadə edirik. Qazdan və elektrik qızdırıcılarından. Amma günəş batareyalarından istifadə etməklə biz istilik enerjisini əldə edə bilərik. İstilik enerjisini əldə etmək üçün müxtəlif termik sistemlərdən istifadə olunur. Yüksək temperatur yarada bilən kollektorlar vasitəsilə günəş işığı əks oluna bilir, eyni zamanda toplana bilir və günəşin istiqamətində hərəkət edə bilir. Bunlar uşaqlar sizin gördüyünüz parabolik güzgülərdir. Bu parabolik güzgülər vasitəsilə biz məişətdə bir sıra işləri görə bilərik. Məsələn, nümunə üçün baxaq, hər hansısa bir cisim yandırmaq üçün biz bir parabolik güzgünün enerjisindən istifadə edə bilərik. Günəş enerjisinin ikinci üsulu bizim üçün daha səmərəlidir. Bu uşaqlar fotokimyəvi və fotoelektrik proseslərin çevrilməsi qurğularında alınmasıdır. Daha doğrusu desək, bu fotoelementlərdə günəş enerjisindən elektrik enerjisinin alınmasıdır. Fotoelementlər bəzən yarımkeçirici fotoelementlər adlanır, çünki bunların əsas tərkib hissəsi yarımkeçirici elementlərdir. Məsələn, selin, silisyum və ya digər materiallardan hazırlanır. Bu yarımkeçirici fotoelementin xüsusi bir quruluşu var. Bu xüsusi bir PM keçidinə malikdir ki, məhz günəş enerjisini çox asanlıqla uda bilir. Günəş enerjisi həmin bu verilmiş yarımkeçirici düzənə düşdükdə oradakı elektronları qopardır. Və nəticədə göründüyü kimi burada bir daxili fotoeffekt hadisəsi baş verir. Və uşaqlar yarımkeçirici fotoelementin bir hissəsi mənfi, bir hissəsi isə müsbət şəkildə yüklənmiş olur. Və biz bununla da məişətdə həmin bu enerjidən səmərəli istifadə edə bilirik. Azərbaycanda təqribən 300 günəşli, 270 küləkli gün olduğunu nəzərə alsaq, Azərbaycanda günəş enerjisindən istifadə çox perspektividir. Eyni zamanda biz bilirik ki, hər bir fiziki kəşf sonradan özünü texnikada və ya digər sahələrdə tətbiqini tapır. İlk dəfə olaraq Avropada tamamilə günəş enerjisindən işləyə bilən təyyarə yaradılmışdı ki, bunun da adı solar impuls idi. Bu təyyarənin çəkisi, yəni kütləsi təqribən 1,6 tondur. Amma uşaqlar, onun qanatlarının ölçüsü 63,4 metrdir. Və təbii ki, biz bununla da bir daha görürük ki, fizikada olan hər bir kəşf bəşər övladının düzgün istifadə etməsi nəticəsində gələcəkdə insanlara öz böyük töhfəsini vermiş olacaq.